Bizim böyük səhifələr, blogerlər energetik içkiləri reklam eləyir, amma Avropada günü-gündən daha bir ölkə satışına və yeniyetmələrin içməyinə qadağa qoyur. İndi də Portuqaliya Avropanı nümunə götürüb və 16 yaşına qədər uşaqlara, gənclərə, yeniyetmələrə bu içkini satmağı qadağan edib. Onlara içməkdə. Hətta valideynlər belə cəzalandırıla bilər, əgər uşağı energetik içki içirsə. Yəni, bu qabda mövcud olan maye ilə böyük-böyük dövlətlər savaşır. Düşünürsünüz, ziyanı nə qədərdir ki, dövlətlər qollarını çırmalayıb o energetik içkilərlə savaşır. Hələ də içirsinizsə, məncə bir düşünün, dəyərmi onları almağa? 16 yaşa qədər hər kəsə energetik içki qadağan olunacaq. Energetik içkiləri yeniyetmələrə qadağa etməyə hazırlaşan daha bir ölkə Portuqaliyadır. Ölkənin İctimai Səhiyyə Agentliyi yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan etməyi düşünür. Bu addım bir sıra Avropa ölkələrində müzakirə olunur. Portuqaliyanın Səhiyyə Baş Müdirliyi bildirib ki, 16 yaşından kiçikləri hədəf alan reklamları qadağan etməklə yanaşı, dövlət məktəblərində bu içkilərin satışı da qadağan ediləcək. Nazirlik bildirib ki, Portuqaliyada supermarketlərdə enerji içkilərinin satışı cəmi 2 il ərzində təxminən 50% artıb. Alıcıların böyük bir qismi isə yeniyetmələrdir.